Bismillah, elhamdülillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Əziz və hörmətli müsəlmanlar, deməli, bugün barəsində danışacağım mövzu bir nəfərin 20 dəqiqəlik çıxış yazaraq Azərbaycan əhlinin, Azərbaycanlı müsəlmanların bilməməzlikdən dolayı şirkə düşən müsəlmanların halı barəsində danışdı və dedi ki, o insanlar fətra əhlidirlər, onlara fətra əhli deyil deməmək olmaz, demək lazımdır. Lakin axirətinə gəldikdə isə axirətdə bunlar imtahan olunacaqlar. Yəni, məsələni böldük iki yerə. Dünya adları, dünya hökmləri fətra əhlidir, axirətdə onlara biz kafirdirlər, cəhənnəmliklər deyə bilmərik, onlara imtahan olunmalıdır. Lakin bu nəticəyə gəlib çatmaq üçün o bizim 17 dəqiqə 20 saniyəmizi əlimizdən aldı və Məhəmməd Peyğəmbərin sirasından danışdı, kimləri necə dəvət eləyib, Roma İmperatoru Herakl, Məkkə müşrikləri, münafiq başçıları, Taif şəhərinə getmək, sonra danışdı xəlifələrin dəvətləri və s. Lakin bunlar boşlu-boşuna deyildi. Yəni, gəl insaflı olaq ki, yəni insan ağzına gələni danışmır. Yox, o bilir nə danışır. O 17 dəqiqədə necə deyərlər, alt yapı yapırdı ki, sonda nəticədə bu hökmü verəndə dinləyici rahat qəbul eləsin. Və ona görə də gəldilər, kommentariyada yazdılar ki, sən bizim alimimizsən, sən kimsən, buna da necə deyərlər, ürəyinə yağ kimi yayılır. Deməli, fətra əhli, əziz müsəlmanlar, necə ki, təkfirçilər özləri bunun 17-ci dəqiqədən sonra işlətdiyi sözləri gətirdilər. O orada bir şeyxlərdən birindən fətva gətirir ki, bu kimi insanlar fətra əhlidirlər. Bu da batil fətvadır. Təkfirçilər gətirdilər onu, açıqlamasını verdilər ki, bəs həmin şeyxin öz səsi ilə, başqa səslərindən, başqa çıxışlarından ki, fətra əhli kafir deməkdir. Dünyada kafirdir, axirətdə imtihanı olacaq. Yəni, təkfirçilər buna təşəkkür elədilər. Çox sağ ol, qardaşımız. Sən bizim demək istədiyimiz sözü kitab cümlələri ilə dedin. İndi icazə ver, biz onu öz bildiyimiz kimi insanlara təfsilatını verək. Mən də bunu təbrik edirəm və yəni nəticə hasil oldu. Qaydaq indi məsələmizə. Əziz müsəlmanlar, fətra ərəb dilində boşluq dövrə deyilir. Yəni, peyğəmbərlər və rəsullar gəlməyən dövrə deyilir. Allah Quranda deyir ki, Yə əhləl kitəbi qad cəəkum rasuluna yubeyyinu lakum alə fətratin minər rusuli. Ey kitab əhli, artıq yəni rəsullar olmayan, rəsulların kəsildiyi bir dönəmdə sizə rəsulumuz gəldi. Alə fətratin minər rusul, rəsulların dəvətlərinin kəsildiyi, rəsulların göndərilməsinin kəsildiyi bir dönəmdə sizə rəsulumuz gəldi, haqqı sizə bəyan eləyir. Deməyəsiniz ki, bizə heç bir qorxudan və heç bir müjdələyən gəlməmişdi, artıq gəldi. Alə fətratin minər rusul, Quranda keçir bu kəlim. Və hədisdə də gəlir, Allah Rəsulu deyir ki, 4 sinif insan qiyamət günü imtihanı olacaqlar. Kar, deyəcək ki, ya Rabbi, mən İslam gələndə mən kar idim və dəli, deyəcək ki, İslam gələndə mənim ağlım yox idi və qoca insan deyəcək ki, İslam gələndə uşaqlar mənə əla salıb oynayırdılar, yəni artıq əldən düşmüş, dərk eləmir, dərrakəsi gedib və əhlül fətra da deyəcək ki, ya Rabbi, bizə heç bir rəsul gəlməmişdir. Yəni, bu 4 sinif insanın 4-ü də la ilə illallah çatmayan insandır. La ilə illallah sözü bunlara çatmayıb, eşitməyib, görməyib, dərk eləməyib və ya da çatmayıb əhlül fətra. Allah Rəsulü deyir ki, bunlar qiyamət günü imtihanlı olacaqlar. Ki, Allah Quranda çünki deyir ki, وَمَا كُنَّ مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Biz rəsul göndərməmiş əzab verən deyilik. Əzab da kafirə verilməlidir. Yəni, biz rəsul göndərməmiş, heç kimi kafir edib ona əzab verən deyilik. Rəsul ya dünyada yoxsa axirətdə gəlməlidir. Və bu, o 17 dəqiqəni, əziz müsəlmanlar, boşu-boşuna o bizə siradan dərs keçmədi. O hamısı 17-ci dəqiqədən sonra bu insanlara fətra əhlidir. Yəni, dünyalarında kafirdirlər, axirətlərində imtihan olunacaqlar. Nəticəsini, bu 5 saniyəli sözü bizə rahat qəbul elətdirmək üçün öz dinləyicisinə, bizə yox, öz dinləyicisinə. O 17 dəqiqə, necə deyərlər, alt yapını yapırdı. Alt yapını yapırdı ki, o nəticəni dinləyici rahat qəbul eləsin. Yəni, bala zəhər qatıb ilizdirir öz dinləyicisinə. Aydındır. Bu isə dediyim kimi batil bir fətvadır. La ilə illallah Muhammed Rasulullah deyən, mən müsəlmanam deyən insan fətra əhlindən deyil. İnsanlar ya müsəlmandır, ya da kafir müşrikdir, ya da münafiqdir.
Yəni bunlar deyək ki, hamısı bir yerdə münafiqlər zahirən İslam müamiləsi olunur. Necə ki, Peyğəmbər dönəmində. İnsanlar ya münafiq, ya müsəlmandır, ya kafirdir. Müsəlman la ilahe illallah Muhammed Rasulullah deyən insandır. Bu heç vaxt fətra əhli ola bilməz. Heç vaxt bu fətra əhli ola bilməz. Bu artıq müsəlmandır. Bu olsa İslam dinindən çıxan ola bilər ki, ona da fətra əhli demir, ona artıq mürtəd deyilir. İslam dinindən nəyisə inkar eləyir və yaxud İslam dinini inkar eləyir, çıxır. O heç vaxt fətra əhli ola bilmir. Fətra əhli elə həmin hədisin, Əbu Hüreyrənin hədisinin özündə gəldiyi kimi, alimlər də bunu təfsir eləyiblər, mənada ki, özünə heç bir rəsul gəlməyən insandır. Bu ümmət-i Muhamməddir. La ilahe illallah Muhammedun Rasulullah deyən insandır. İçində namaz qılanlar var, içində oruç tutanlar var, həcc eləyənlər var, zəkat verənlər var, hamısını eləyənlər var, İslamın şüarını açıq-aşkar yaşayanlar var. Elmsizlikdən dolayı düşüblər şirkə. Bunlara birincisi fətra əhli demək olmaz, ikincisi hüccət qaldırmamış təkfir eləmək olmaz. Cahillik təriflənən bir şey deyil, cahillik məzəmmət olunan bir şeydir. Yaxşı şey deyil, söhbət ondan da getmir. Söhbət bu əməllərin yüngülləşdirməkdən də getmir o şirk və küfr olan şeylərin. Yox. Elhamdülillah əqidəmizi bilirik, etiqadımızı bilirik və düzgün də yerdən elm alırıq. Almışıq və alırıq və davam edirik və düzgün də formada insanlara elm veririk. Şükür olsun Allaha. Yolumuzu bilirik, əqidəmizi bilirik, mənhəcimizi bilirik. Elhamdülillah. Lakin hər bir şeyi öz yerinə qoymaq lazımdır və hikmət də budur. Hikmət insanlara, təkrar eləyirəm, bala zəhər qatıb yedizdirmək deyil. O afiristlikdir, o dələduzluqdur, o yalancılıqdır, o fırıldaqçılıqdır. Fətrə əhli, demir də fətrə əhlidir. Təkfirçilər gəlib bunun yerinə dedilər, məsələ bitdi. Gəlin mən sizə İbn Teymiyyə rahiməhullahdan bəzi şeylər oxuyum. Yəni birincisi, təkrar eləyirəm yenə də ki, Şeyx Salih Fovzanın özündən nə qədər gözəl sözlər var ki, insan, müsəlman cahilliyindən və ya təvildən dolayı şirkə düşərsə, hüccət qaldırmamış ona kafir demək olmaz, o üzrlüdür. Fətvalar.com YouTube üzərində olan kanalda bu mövzuda yəni gözlərə nur olacaq gözəl fətvalar tapa bilərsiniz. Və Şeyx Salih Fovzanın özündən də belə. Yaxşı, başlayaq bu əsrdən başlayaraq gəlim qoyub qabağa. Şeyx Əlbani rahiməhullahın 2 cild cahillikdən üzrlü olması barəsində onun kitablarından və kasetlərindən yığılmış əqidə məcmusunda 2 cild, 4-cü, 5-ci cildlər. Şeyx İbn Hüseymindən nə qədər istəyirsən? Şeyx Rabi İbn Hədi Əl-Mədxəli Həfizəhullah şeyximiz yəni həyatının çox hissəsini məhz bu fikirlərə rəddiyə verməklə keçirib. Seyyid Qutub mədrəsəsinə və İxvanul Müsliminə və onların yolunda olan başqa xavariclərə. Şeyx Rabinin, yəni ərəb dilini bilənlər faydalana bilərlər saytında olan məqalələr və rəddiyələrdən. Sonra Muhammed ibn Abdülvahhab. Nə qədər ondan fətvalar, yəni kitabında açıq-aşkar sözlər var ki, mənə deyir, böhtan atırlar ki, mən filan kəsin qəbrinə, filan kəsin bütünə ibadət edənləri təkfir edirəm. Bu, subhanallah, bu açıq-aşkar böhtandır. Və onun Muhammed Abdülvahhabın mədrəsəsinin alimlərindən də yenə həmçinin nə qədər gətirmək mümkündür. Və gəlib çatsaq İbn Teymiyyə rahiməhullah. İbn Teymiyyə rahiməhullah Cəmi'ül Məsail kitabı 3-cü cilddə gözəl bir söz var burada ki, bundan da gözəlləri irəlidədir. Deyir ki, şirkdən danışır, deyir ki, "Amma izə kana cahilan lam yablughu'ul ilmu və lam ya'rif haqiqətə şirk." Əgər insan şirkdə cahil olarsa, yəni 151-ci səhifə, 3-cü cild, cahil olarsa, elm çatmayıbsa, şirkin həqiqətini bilmirsə, ona küfr hökmü verilməz. Xüsusən də müsəlmanlara, İslama nisbət olan insanlar arasında bu daha çox yayılmış bir şeydir deyə. Ondan sonra Əl-İstiğasə kitabı, Əl-İstiğasə fir-radd aləl-Bəkri. Bu kitab sufilərin alimlərinə, İbn Teymiyyə zamanında yaşayan sufilərin alimlərindən birinə, Əl-Bəkri deyə tanınan bir alimə rəddiyə kitabıdır. Kitabın mövzusu həmin o Bəkri Peyğəmbərin qəbrindən, Peyğəmbərin qəbrinə dua etməyə, yalvarıb yaxarmağı şəriətdən sayırdı. Və İbn Teymiyyə də həmən fikrə rəddiyə verir, deyir ki, yox, bu şirkdir, bu olmaz, bu haramdır və s. və ilaxıra və bu kitab baxmayaraq bir cild olmasına, lakin bu kitab həqiqətən, yəni cildlərdən yazılmış kitaba bərabərdir və bundan sonra yazılan kitabların əksəriyyəti bu kitaba qayıdan bir kitabdır. Çünki İbn Teymiyyənin həyatının sonlarında yazdığı kitablardan biridir. Buradan sizə 3 dənə nəql oxuyacağım, İbn Teymiyyədən 3 nəql gətirəcəm. Birincisi, səhifə 411. İbn Teymiyyə deyir burada ki,
açıq-aşkar qəti formada Allahın İslam dinindən bilirik ki, Məhəmməd Peyğəmbər s.ə.v öz ümmətinə şəriət olaraq qoymayıb ki, ölülərə, peyğəmbərlərin ölülərinə, salihlərin ölülərinə dua etməyi, heç bir formada onlara yalvarıb yaxarmağı, onların qəbirlərindən kömək istəməyi, onların qəbirlərinə sığınmaq, öldükdən sonra onların özünə sığınmaq və meydə səcdə etmək kimi şeylərin heç birini şəriət olaraq qoymayıb, əksinə bunların hamısını qadağan eləyib, səhifə 411-də. Və bunlar hamısı Allah və Rəsulunun haram saydığı şirkdəndir. Lakin, baxın, son dövrlərdə, İbn Teymiyyə bu sözü deyib 700-800 il bundan qabaq, son dövrlərdə cahilliyin yayılması və peyğəmbərlik elminin azalması səbəbi ilə mümkün deyil ki, bu kimi feillərə düşən insanlara hüccət qaldırıb, onlara peyğəmbərin gətirdiyi dinin onlara bəyan olmasından sonra bəyan etməmiş onları təkfir etmək mümkün deyil. Ləm yumkin təkfiruhum bidəlikə həttə yətəbəyyənə ləhum. Bax, İbn Teymiyyə imam idi, subhanallah. Və danışanda da elə kəlmələr seçir, danışır ki, Qur'anın kəlmələri olsun, şəri ləfzlər olsun. Həttə yətəbəyyənə ləhum. Hətta özlərinə bəlli olunca peyğəmbərin gətirdiyi din özlərinə bəlli olana qədər onları təkfir etmək mümkün deyil, İbn Teymiyyə deyir. İbn Teymiyyə demədi ki, onlara bəyan olunana qədər. Bəyan olunması başqa bir şeydir. Onların özlərinə bəyan olunması, bəlli olması başqa bir şeydir. Burada həmçinin daxil olur bura xitabı fəhm etmək, fəhmul hüccə deyilir. Hüccəti fəhm etmək, hüccəti başa düşmək. Yəni mücərrəd dili başa düşmək yox. Gəldi, ərəbdirsə ərəb dilində, türksə türk dilində oxudun kitabları, ayətləri, hədisləri, üzü çördün, çıxdın, getdin ki, mən hüccət qaldırmışım. Yox, bu hüccət qaldırmaq deyil. Buna deyilir ki, fəhmul lisən, dili başa düşdü bu. Hələ bu fəhmul hüccə olmadı burada. Hüccətin özünü başa düşmədi. Allah Teala hüccətin özünü başa düşülməsini şərt qoyur ayətlərdə ki, onların özünə bəlli olmalıdır. Özləri başa düşməlidirlər onu. Nisa surəsi 115-də və həmçinin Fussilet surəsinin 53-cü ayətində həttə yətəbəyyənə ləhum ennəhul haqq. Onlara bəlli olana kimi ki, o haqdır. Nisa 115-də deyir ki, min bə'di mə təbəyyənə. Onların özünə bəlli olana qədər. Yenə həmin kitabın Əl-İstiğasə fir-Radd əl-Bəkri kitabında səhifə 253-də İbn Teymiyyə burada cəhmiyyələrdən danışır. Və cəhmiyyələr bilindiyi kimi ki, sinifdirlər. Bir sinif cəhmiyyələr deyirlər ki, Allah hər yerdədir. Bunlara deyilir hululiyyə. Yəni, nə gözünlə görürsən, Allah hər yerdə var. Bunlar xristiyanlardan da pisdirlər bunların bu etiqadı. Çünki xristiyanlar deyirlər ki, Allah İsa'nın içindədir. Bunlar deyirlər ki, Allah hər yerdədir. Bu bir növ cəhmiyyədir. İkinci növ cəhmiyyələr isə, yəni burada bunlar yoxdur. Bunlar mən deyim, burada bir kəlmə işlədir, onu mən təfsilatını əvvəlcədən verirəm sizə. İkinci növ cəhmiyyələr isə deyirlər ki, yox, la məkandır, Allah la məkandır. Nə göydədir, nə yerdədir, nə sağdadır, nə soldadır, nə öndədir, nə arxadadır. Yəni Allahın yeri yoxdur. Lakin ikisi də ittifaq ediblər ki, ərşin üzərində Allah yoxdur. İbn Teymiyyə deyir ki, mən bu iki sinif cəhmiyyələrin hər ikisinə deyirəm ki, ənə ləv vafəqtukum kuntu kafiran. Əgər mən sizə müvafiq olaramsa bu sözünüzdə kafir olaram. Li'ənni a'ləm ənə qovləkum kufr. Çünki mən bilirəm ki, sizin sözünüz küfürdür. Və əntum indi lə təkfuruna li'ənnəkum cuhəl. Lakin siz mənə görə kafir deyilsiniz. Çünki siz cahilsiniz. Fikir verin, İbn Teymiyyə bunu çayxana işlədənə və s. eşya otarana demirdi. İbn Teymiyyə deyir ki, kənə hədə xitabən li uləməihim və qudatihim və şuyuqihim və umaraihim. Mənim bu sözüm onların alimlərinə, qazilərinə, şeyxlərinə və əmirlərinə idi. Yəni, sən deyə bilməzsən ki, bu məsələ xəfi məsələlərdən idi, gizli məsələlərdən idi. Belə desən, bu ancaq təkəbbürlükdən başqa bir şey deyil. Yəni, Allahın ərşdə olması, İmam Əhmədin vaxtında olan imtihan vaxtı olsun, İbn Teymiyyə vaxtında olan imtihan vaxtı olsun və s. və ilə axıra. Və İbn Teymiyyə bunu kimlərə deyirdi? İbn Teymiyyə bunu münaqişə elədiyi, diskussiya elədiyi kəslərə deyirdi. Bunu yoldan keçənə demirdi. Və deyir, mən bunu onların alimlərinə deyirdim. Deyir, açıq-aşkar deyir, mən bunu onların alimlərinə, qazilərinə və şeyxlərinə, yaxşı əmrləri hələ ki qoyaq bir kənara, alimlərinə, qazilərinə və şeyxlərinə deyirdim. Ki, siz cahilsiniz, ona görə mənim yanında kafir sayılmırsınız. Bu da 253-də İbn Teymiyyə. Və dediyim kimi, bu kitabın mövzusu nədir? Bu kitabın mövzusu Peyğəmbərin qəbrindən yalvarıb yaxarmağı icazəli saymaq, şəriət saymaq məsələsinə rəddiyyədir. Həmin o Bəkri də dediyim kimi, yəni sufilərin alimləndir. 95-də İbn Teymiyyə deyir ki,
İzə səlləmə minət-təkfir fə innehu li cəhlihi. Əgər təkfirdən canını qurtarsa, salamat qalsa cahilliyinə görə qurtardı. Yəni buna da xəfi məsələ demək olmaz. Buna da demək olmaz ki, peyğəmbərin qəbrindən elə həmin söhbətlərdir bizim də barəsində danışırıq. Deyir, əgər təkfirdən canını qurtardısa, yalnız və yalnız cahilliyinə görə qurtardı. Yəni alimi təkfir eləməyəcəksən, amma alimə tabe olan avamı təkfir eləyəcəksən və yaxud da deyəcəksən ki, fətrə əhlidir, hansısa bir xristiyan kimi. Zülmdən başqa bir şey deyil axı. Yaxşı, başqa bir kitab. Əl-İxnaiyyə. Bu kitabda İbn Teymiyyə son türmələrindən birində yazıb. 2 il 1 ay iş vermişlər ona, belə deyək. Və orada da dünyasını dəyişdi. Orada ona o iş verilməsinin səbəbi İbn Teymiyyənin yəni qəbirləri şirk formada ziyarət etmək məsələsidir və sair mövzuları İbn Teymiyyə inkar eləməsi idi. Və bu kitabda Əl-İxnai deyilən bir sufi alim, Maliki məzhəbindən sufilərdən birinə verilən rəddiyədir. Məhz qəbirpərəstlik mövzusunda belə deyək. İbn Teymiyyə burada da baxmayaraq hər iki kitab qəbirdən yardım eləmək məsələsində şirk əhlinə verilən rəddiyədir. Amma hər iki kitabda İbn Teymiyyə necə deyərlər, çevirib bir də deyir ki, cahilliyə görə biz üzürlü bilirik insanları. Baxın, elə 3 dənə nas, 3 dənə sitat birinci kitabdan gətirdim, İstiğasə kitabından. Birini də buradan gətirəcəm. Mənə elə gəlir ki, bu yəni son nöqtəni qoymaq üçün çox belə şedevr bir nas olacaq inşallah. İbn Teymiyyədən gətirilən bir sitat olacaq. Deyir ki İbn Teymiyyə, məndə burada səhifə 137, yəni məndə olan təhqiq Sələfi şeyximiz Küveytli Fəvvaz bin Muhammed Əl-Avadinin təhqiqi iləndir ki, bu kitabın ən yaxşı təhqiq də budur. Orada səhifə 137-138. Lakin ərəbcəsini oxuyuram, kim istəyir, yəni bəhs edib tapa bilər. Bir kəzəlikə məndə qeyrallahi və həccə ilə qeyri beytillahi huvə eydan müşrik. Həmçinin kim Allahdan başqasına dua eləyərsə və Allahın evindən başqa bir yerə ziyarətə çıxarsa həcc eləmək xətrinə, yəni həccə getdiyi üçün başqa bir yerə gəlib o cürlə ibadət eləyir, həcc eləyir. O da müşrikdir və kim də belə eləyərsə kafir olur. Lakin qad la yakun aliman bi anna hada şirkun muharram. Lakin ola bilsin ki, bəzən bilməsin ki, bu haram olan şirkdir. Elə bir insan olsun ki, bilməsin ki, elmi olmasın, alim olmasın, bilməsin ki, bu şirkdir. Sonra misal çəkir. Necə ki deyir, ənə kəthirən minəl-nəs dəxalu fil-İsləmi minət-tətər və qeyrihim. Tatarlardan və başqalardan İslama daxil olan insanlar kimi. Bilindiyi kimi o vaxtda Qazan xanın vaxtında, yəni yaxın şərqə olan hücumlar və s. həmin vaxtda olan tatarlar artıq İslamı qəbul eləmişdilər həmin dönəmlərdə. Deyir, indəhum əsnam, ləhum siğar min ləbədin və qeyri. Yəni, İslamı qəbul eləyiblər tatarlar. Və özləri ilə deyir, amma hələ büt gəzdirirlər. Belə palçıqdan cəmiş balaca büt cibində gəzdirir. Çıxarır, bütə ibadət eləyir, təzən qaytarır, qoyur cibinə. Təsəvvür elə. Deyir, yətəqarrabunə iləyhi və yuazzimunəh və la ya'lamunə ənə zəlikə muharramun fi dinil-İslam. O bütə yaxınlaşmaq üçün, Allaha yaxınlaşdıqları kimi o bütə də yaxınlaşırdılar və bütü təzim eləyirdilər. Və bilmirdilər ki, İslam dinində bu haramdır. Və yətəqarrabunə ilən-nər eydan. Oda da sitayiş eləyirdilər, oda da ibadət eləyirdilər, oda da yaxınlaşırdılar. Və bilmirdilər ki, bu da haramdır. Və nə qədər insanlar var ki, deyir, İslama daxil olan insanlarda nə qədər insanlar var ki, şirkin bir çox növləri onlara gizli qalır. Bilmirlər ki, o şirkdir. Bəzilərini bilsin, bəzilərini bilmir ki, o şirkdir. Şək yoxdur ki, belə eləyən insanlar azğın insanlardır, azmış insanlardır və etdiyi şirk də batildir. Lakin la yəstəhiqqul uqubətə həttə təqum aleyhil hüccə. Lakin ona hüccət qaldırılmamış əzab verilməyə haqlı ola bilməz. Sonra Allah Taala'nın bu ayətini oxuyur ki, fələ təc'alu lillahi əndədən və entum ta'lamun. Bildiyiniz halda elm üzərində Allaha şərik qoşmayın, Allaha ortaq tutmayın. Və entum ta'lamun. Siz də bildiyiniz halda. Yəni İbn Teymiyyə rahimehullah bu ayətdən çox gözəl bir istinbat edir ki, Allah Taala burada şərik qoşmağı elmə bağladı ki, elm bildiyiniz halda Allaha şərik qoşmayın. Deməli insan bilmədiyi halda Allaha şərik qoşarsa Allah onu qınamır. Çünki elmsizlik var burada. Çünki elmsizlik var burada. Bəli, o demək deyil ki, cahil formada insan Allaha şərik qoşarsa o şirk sayılmır. Yox, o şirk sayılır, o küfür sayılır. Lakin onun hökmü insana keçmir. Sonra İbn Teymiyyə burada başqa bir hədisi dəlil gətirir bu ayətdən sonra. Deyir ki, ümmətimdə şirk, yəni qarışqanın ayaq izindən də gizlidir. Əbu Bakır radiyallahu anh deyir ki, ya Rasulullah, onda necə eləyək ki, biz canımızı qutaraq o gizli şirkdən? Deyir, denən ki, Allahümmə inni əudu bikə
ən uşrikə bikə şeyən və ənə a'ləm və əstəğfiruka limə lə a'ləm. Ey Allahım, bilərəkdən sənə şərik qoşmaqdan sənə sığınıram. Bilməyərəkdən nəsə eləyərəmsə, səndən bağışlanmaq istəyirəm, məni bağışla. Burada da İbn Teymiyyə rahimehullah gətirdi bu hədisi ki, insan bilməyərəkdən də şirkə düşə bilər və bu halda Allahdan bağışlanmaq istəyir ki, əvvəlcədən ki, Allahım, birdən düşərəm, məni bağışla. Birdən düşərəm, məni bağışla. Yəni bu mövzuda çox danışa bilərəm mən. Yəni gücündə çox danışmağın və lakin mənə elə gəlir ki, hələ bunlarda da artıqlaması ilə kifayətçilik var. Ona görə də Allah Taala'dan istəyirik ki, Allah Taala birincisi hamımızı haqq üzərində sabit eləsin. İkincisi, Allah Taala bizi dəvətimizdə açıq-aydın eləsin və xalqımıza da və bütün müsəlmanlara da hidayət versin. Onlara təmiz, saf İslam dininə qaytarsın. Və onu bilmək lazımdır ki, yəni o insanlar bizim məsuliyyətimizdədirlər. Bizik dəvətçi, sizsiz dəvətçi, öyrənənlər də dəvətçi. Hər bir kəs bacardığı qədər də öz ətrafını dəvət eləməlidir və həmçinin də Allaha dua eləməlidir ki, Allah Taala o insanlara hidayət versin. Və bu kimi şərbazların da şərrindən ölkəmizi, xalqımızı, cəmaatımızı qorusun və Allah onlara da hidayət versin. Layiqdirlərsə, layiq deyirlərsə, Allah özü bildiyi kimi onlardan dəftar eləsin.